İmanlıdır qadının, hicablıdır, amma deyək ki, onun altında it iylənir. Sən bunu qəbul eləyərsən, bal eləməyəsən, gözün orada burada olacaq. Duxu iyisi gələnə baxacaqsan, ona həsrət aparacaqsan. Sən deyəsən ancaq iylənənləri görmüsən, elə bilirsən ədəbli geyimin altında it iylənir. Gəl səni aparım hicablı xanımların yanına ki, təmiz ətir duyasan. Baxımlı qadın açıq olanda da baxımlıdır, örtülü olanda da. Sən hələ ətirlə təmizliyi ayıra bilmirsən. Elə bilirsən təmizliyi ancaq ətirdədir. Sən tərliyib üstündən ətir vurursan, yoxsa əvvəldən özünü baxımlı saxlayırsan? Sənin sözündən belə çıxır ki, bütün hicabsızlar xoş ətirlidir, hicablılar isə iylənir. Bu bir qırağa. Sənə təfəkkürün budur ki, hicablı olub ərimin hicabsızlara baxmağındansa, özüm hicabsız olub 1000 kişini də özümə çəkərəm. Belə ailə düşünənsən, başqalarının ailəsini də düşün onda. Bəzi kişilər sənin kimiləri görüb xəyanət edir. Onlarda problem var, bəli. Amma tək onlarda yox, səndə də problem var. Sağlam insan öz ailəsini düşünəndə, cəmaatın da ailəsini düşünür. Sən əvvəl öz geyimdə çöl-bayırda düzəlt. Ərin sənin çöldəki halını görəndə şükür etsin ki, mənim həyat yoldaşım başqalarını yoldan çıxarmır. Sonra da çöldə geyindiyin, çöldə baxımlı olduğun kimi, evdə də baxımlı ol ki, ərin çöldəkilərə baxmasın. İslamda naməhrəmlərin olduğu yerdə bəzənmək, ətirlənmək icazəli deyil. Amma təmizlik vacibdir. Təmizlik də ətirdən ibarət deyil.